Allah vaxtınız xeyir olsun. Biz bir 7-ci coğrafiya iş dəftərinin bölmə 6.2 Azərbaycanda rural və urban mövzu çalışmalarına qalacaq. Gəlin vaxt hörmətli mövzula tanış olaq. Deyir, birinci tapşırıq deyir ki, tapşırıqları yerinə yetirin. A-da cədvəldə rəqəmlərin qarşısında müvafiq kanallar üzrə rayonların adını yaz. Kanalların adını yaz. Məsələn, düzənlik rayonları və dağlıq rayonlar verir. 1-ə yazıb İmişli, 2-yə yazaq. 2-yə yazaq biz Salyanı yazaq. Bura mən yazacağım Salyan, sı qoyacağım. 2-yə yazaq Salyan, 3-ə yazaq Kürdəmir, 4-ə yazaq Neftçala. Mən baş hərflərini yazıram. Sonra 5-də dağlıq rayonları biz yaza bilərik Şamaxı, Şığını bura yazıram. Sonra 6-ya yaza bilərik biz Şəki, Şəki yazaq elə. Sonra 7-yə yaza bilərik biz nə yaza bilərik? Kəlbəcər yaza bilərik. Bura Kəlbəcər yazıram. Qoyuram Kəlbəcər olsun, Kəlbəcər oldu bilinsin. 8-ə də biz yaza bilərik nəyi? Ordubad yaza bilərik. Ordubad. Ordubad bir hissəsi dağlığa düşür. İndi bizdə B-də deyir ki, cədvəldə yazdığınız rayonları kontur xəritə üzərində müvafiq rəqəmlərlə qeyd elə. Baxın, biz 1-ə İmişlinin yerini göstərib, 2 Salyanı bizdən istəyir. Salyan baxın olacaq burada. Xəzər sahildə olacaq. Baxın, Salyan burada olacaq, burada. 2 oldu, baxın bura. Sonra baxaq. Kürdəmir bizdən, 3-də Kürdəmirin yerini tapaq. Kürdəmir baxın 1-də, yəni İmişlinin üzərində olacaq. Kürdəmir baxın olacaq burada 3. Bura Kürdəmiri qeyd elədik. Və 4-cü Neftçalanın bizdən yerini tapaq. Neftçalanın yeri olacaq İmişlinin altında, şeyin altında, Salyanın altında. Olacaq burada, yəni Xəzər sahilinin yanında. Neftçala da baxın olacaq burada. 4-də bura qeyd elədik. Daha sonra dağ rayonlarına baxaq. Şamaxını bizdən soruşur. Şamaxı baxın burada olacaq. Kürdəmirin üzərində olacaq 5. Ondan sonra Şəkinin biz xəritədə yerini tapaq. Şəkinin xəritədə yeri baxın olacaq bu hissə 6 bura. Ondan sonra Kəlbəcərin yeri olacaq. Baxın bu çıxıntı hissəsi 7 və sonda gələcək Ordubad. Ordubad da baxın burada yerləşəcək. O da olacaq burada 8. Yəni xəritə üzərində siz bunları da özünüz barmağınızı qoyaraq işləyərək yadda saxlaya bilərsiniz. Xəritə çünki biraz əzbərçilik və göz yatağı tələb edir. Sonra C-yə baxaq. C-də şəkildə inzibati rayonların xəritə sıxımı 9 və 10 rəqəmlərlə qeyd et və təbii şəraitlərin haqqında yaz. Məsəl üçün düzənlik rayonları 9, məsələn dağ rayonlarını 10 dəqiqə qeyd eləyək. Məsəl üçün düzənlik rayonları əsasən yarımsərhəd və quruçuluq iqliminə malikdir. Relyef əsasən düzənlikdir. Yəni 9-u biz qeyd elədik düzənlik rayonlarını, onu dağlıq rayonlarına qeyd elədik. 9-a aid oldu bizdən də, yəni düzənlik rayonlarının yarımsərhəd və quruçuluq iqliminə malik olur və bir də nə olur? Relyef, düzənlik relyef üstünlük təşkil edir. Bəs dağ rayonlarında 10-la qeyd elədik. Dağ rayonlarının iqlimi əsasən mülayim isti iqlim tipi olur. Bir də orta və yüksək dağlıq təşkil edir. Yəni relyef orta və yüksək dağlıq olur. Bu da oldu bizim C-nin cavabı. Sonra 2-yə baxaq. Uyğunluğu müəyyən nöqtələrin yerinə xüsusiyyəti yaz. Ən hündür məntəqəsi 2 metr yüksəklikdədir. Bu rola aid olacaq. Baxın, bu rola aid olacaq. Sonra Zəngilan rayonunda ağıllı formasında, yəni nə yaradılmışdı? Ağıllı kənd yaradılmışdı. Bu rola aid olacaq. Yəni buna qeyd edirik. Sonra ölkə üzrə ən sıx məskunlaşmalar malikdir. Bu urbana aid olacaq. Yəni şəhərlər bilir ki, kiçik ərazilərdə əhalinin sıx məskunlaşmış ərazilərdə bu urbana aid olacaq. Daha sonra baxaq, deyir ki, nöqtə verib rural yazır. Əhali əsasən burada kənd təsərrüfatına məşğul olur və düzənlik ərazilərdə daha sıx məskunlaşmışdır. Ona aid olacaq, rural aid olacaq. Buraya yaza bilərsiniz. Yəni sənaye əhali əsasən kənd təsərrüfatına məşğul olur və yaxud da düzənlik ərazilərdə üstünlük təşkil edir. Bu yaşayış məntəqələri, yəni çay sahilində və yaxud da düzənlik ərazilərdə bu tip yaşayış məskənləri üstünlük təşkil edir. Sonra bax, ölkənin əsas sənaye mərkəzləri burada yerləşir. Bu olacaq, hansına aid olacaq? Urbana aid olacaq. Sənaye sözü görürsə, mütləq urbana aid olacaq. Kənd təsərrüfatı sözü görürsə, bu rola aid olacaq. Daha sonra 3-ə baxaq, şəbəkəni qurmağımızı istəyir bizdən. Azərbaycan yaşayış məntəqə hiyerarxiyasına uyğun ardıcılığı verilən məntəqələrdən istifadə edərək piramidanı yaz. Birinci gələcək kənd, bura kənd gələcək. Sonra gələcək rayon mərkəzi, R-mı yazıram bura. Sonra gələcək bizdə rayon mərkəzi, Muxtar Respublikanın paytaxtı, MR paytaxt yazaq bura.
MRP. Ondan sonra gələcək ölkənin paytaxtı. Yəni ölkə paytaxtı, yəni əsasən Azərbaycan ölkə paytaxtına idarə olunur. Düzdür uşaqlar. Yəni bir dənə Muxtar Respublikamız var, o da Naxçıvandır. Naxçıvanın paytaxtı haradır? Naxçıvan şəhəridir. Sonra doğru sıranı müəyyən edin. Burada məsələn Uralı məsələn yazıb Sumqayıt, Xırdalan, Daşsallahlı, Bakı, Xınalı. Təbii ki, bunların hamısı Urala aiddir. Sadəcə biz burada bunu uyğunlar seçəcəyik. Burada aid olacaq təbii ki, Sumqayıt Urbandı gedəcək. Xırdalan Urbandı gedəcək. Daşsallahlı kənddə Qazaxda yerləşir. C-ni götürəcəyik. Bakı Urbandı götürməyəcək. Xınalı Uralı götürəcəyik. CD Urala aid oldu. CD. Sonra Urbana baxaq, Şirvan şəhərdə belə götürəcəyik. Hə, uyğunluq istəyir bizdən. Mən üzülürsən, ona görə görmədim. Yəni hansı sıranın uyğun olduğunu bizdən istəyir. Baxın, bir də elə görürük ki, Uralı Sumqayıt yazıb. O təbii ki, səhvdir. Amma burada yazıb ki, Şirvan Urbana yazıb. Bu doğrudur, amma bilirsiniz necə uşaqlar. Birinci tərəf səhv olduğuna görə A bəndi səhv olacaq. Sonra Xırdalanın Urala yazıb, Naxçıvanın Urbana yazıb. Bu ikinci tərəf düzdür, birinci tərəf səhvdir. Xırdalan Urbana aid olmalıdır. Ona görə B bəndi səhvdir. Daşsallahlı Uralıdır, yəni kənddir, Qazaxın kəndidir. Birinci tərəf düzdür, ikinci tərəf səhvdir. Qarabəyli Şamaxını kəndidir, Şamaxını kəndidir. Və yəni Urbana aiddir, ona görə də ikinci tərəf səhvdir, C bəndi səhvdir. Sonra Bakı elə Ural yazıb elə səhvdir. Bakını da C, Bakı Urbana aid olacaq. 2-yə bax, 4-yə baxırıq, Xınalıq Urala aiddir, Gəncə də Urbana aiddir. Düzgün cavab olacaq burada Y bəndi. Başa düşürlər. Sonra adlara verilmiş məntəqələrin iyerarxik qismini qruplaşdırın. Baxın, birinci olacaq paytaxt. Yəni Bakı şəhəri Azərbaycan Respublikasının paytaxtıdır. İkinci olacaq Laçın rayonun mərkəzi Laçın şəhəridir. Üçüncü olacaq Sus kəndi. Bu da yəqin ki, Laçın rayonunun kəndlərindən biridir. Yəni birinci oldu paytaxt, ikinci oldu rayon mərkəzi, üçüncü oldu kənd. Yəni belə getdi. Paytaxt, rayon mərkəzi, buna nə deyirlər? Bunun adı nə oldu? Kənd. Sonra 6-ya baxaq. 6-a görə bizdən nə soruşur? Mətndə verilən boşluqlara uyğun sözlərlə tamamla. Kənd, inzibati rayon, kənd, inzibati rayon, inzibati şəhər, muxtar respublika, qəsəbə. Baxaq, Azərbaycanda əhalisinin sayı 1500 nəfərdən çox olan əhalisinin əsasən sənaye və xidmət sahəsində çalışan yaşayış məntəqəsində nə adlanır? Azərbaycanda demişdik. Buna aid olacaq şəhər. Yəni düzdür uşaqlar. Yəni dedik ki, Azərbaycanda əhali 1500 nəfərdən çox olmalıdır şəhər adlanmaq üçün. Bir də əhali kənd təsərrüfatından deyil, sənaye və xidmət sahəsində məşğul olmalıdır. Daha sonra əhalisinin çoxu kənd təsərrüfatına məşğul olmayan məntəqəyə nə deyirlər? Əhalisinin çoxu kənd təsərrüfatına məşğul olmayan məntəqəyə nə deyirlər? Buna qəsəbə deyirlər. Dedik ki, qəsəbədə həm kənd təsərrüfatı olur, həm sənaye olur. Amma sənayedə və xidmət sahələrində çalışan əhali daha üstünlük təşkil edir. Olacaq, bu nə olacaq? Qəsəbə. Hə, burada deyir ki, əhalisinin çox kənd təsərrüfatına məşğul olan deyir. Mən olmayan gördüm, üzrlüsən. Olan deyirsə, bura olacaq kənd, bura şəhər oldu, bura kənd olacaq. Sonra deyir ki, yaşayış məntəqəsi digər məntəqələr arasında keçid təşkil edir. Bura olacaq qəsəbə. Qəsəbədə demişdik ki, həm kənd, həm də nədir? Urban tipli yaşayış məskənidir. Yəni əhali həm kənd təsərrüfatı ilə, həm də sənaye xidmət sahələrində məşğul olur. Ölkə, yəni inzibati cəhətdən, yəni bura inzibati olacaq 67 rayon, 79 şəhər, 4246 kənddir. Bir də nədir? Muxtar Respublika vardır. Ərazisində bir də olacaq, sonra da olacaq inzibati rayon. Bura aid oldu inzibati ərazi bölgüsü. Bura aid olacaq Muxtar Respublika, burada aid olacaq inzibati rayon. Dərsimiz bu qədər. İzlədiyiniz üçün təşəkkür edirəm. Gələn videolarda görüşənədək hələlik. Başa düşdünüz inşallah dərs.